İtki, qan, mübarizə, qələbə, müharibə reallığı. Bütün bunlara şahid olmaq isə böyük iradə və güc tələb edir. Şahidlər dedikdə ilk ağlımıza məhz onlar gəlir. Vətən müharibəsi iştirakçıları. Əvvəldən sona kimi döyüşlərdə iştirak edən Sabir Rizvanov kimi. Peşəsi bərbərlikdir. Yeniyetmə yaşlarından bu işlə məşğul olsa da, müharibədən sonra bu peşəyə yenidən qayıdıb. Müharibənin ilk başlayan günləri könül yazılmışdım və müharibə əmri olanda məni də ora çağırdılar. Hadut istiqamətində döyüşmüşəm ilk dəfə. Sonra oradan Ərgünəşə getdik. Ərgünəşdə ağır döyüşlərimiz oldu. Müharibədən gələndə ilk dəfə çətinlik var idi, çünki sıfırdan başlayırdım. Müharibədən gələndən sonra məşğulluq agentliyindən dəstək alaraq öz obyektimə açdım. Məsəl üçün, stilaj aparatı var. Məsəl üçün, görürlər ki, daha səliqəli, daha qəşəngdir. İnsanlar üz tutur bura ki, daha təmiz yerə gəlsinlər. Avadanlıq və dəstəklə təmin olunanlar arasında digər peşə sahibləri də var. Hətta bəzi vətən müharibəsi iştirakçıları sənətini sonradan dəyişərək öz arzularını reallaşdıra bilib. Talış kənddən Suqovuşana bu istiqamətlərdə döyüşdü. 44 günlük müharibə ərzində ancaq müdafiə və hücum düşünürdük. Ancaq məqsəd o idi ki, irəli gedək. Müharibədən sonra məşğulluq özü sağ olsunlar, zəng vurdular, çağırdılar, getdik, müraciət elədik. Avadanlıqları elə götürdük. Ondan əvvəl mebel sahəsində, dülgərli sahəsində çalışmırdım. Amma neçə illər idi ki, onun fikirləri ilə yaşayırdım ki, bir gün belə bir şeyə gəlib çatacaq. Avadanlığı almamışdan əvvəl təbii ki, mən öyrəndim sahəni, ondan sonra avadanlıqları aldım, öz işimi özüm qurdum. Qeyd edək ki, özünə məşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi dəstəyi göstərilir. Ailə təqdim etdiyi biznes planına uyğun olaraq kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklarla təmin edilirlər. Salatın Pirmuradova, Emin Tağıyev, Telesər.